Salam əziz dostlar, canlı yayımız başlayır. Babat debatdasınız, mən Kamran Həsənli. Press Klub, burada argumentlər, faktlar söylənilir. Mütləq kanalımıza abunə olun. Rica edirik sizdən abunəsiz baxmayın və bizə hətta xəbərlər çatır ki, bilirsiniz, monitorinq eləməyi bacarır. Bizim peşəkarlarımız belə abunə olmamış baxanlar var. Bir hərəkətinə abunə ola bilərsiniz. Bundan başqa like işarəsini tıklayın ki, daha çox bizi eşitsin, görsün. Bir də hansı şəhərdən, hansı ölkədən baxırsınızsa, onu mütləq kommentlərdə yazın. Burada da dostlar sevinir. Çünki dünyanın bütün ölkələrindən bizim proqramımıza baxırlar. Bugünkü qonağımız isə siyasət üzrə fəlsəfə doktoru Teymur bəy Qasımlı. Teymur bəy, xoş gördük. Kamran bəy, xoş gördük. Biraz müəyyən bir fasilədən sonra, böyük fasilədən sonra sizin qonağınız olmaqdan çox şadam. Təşəkkür edirəm. Sizi və izləyiciləri salamlayıram. Azad bəy də dəvət üçün çox təşəkkür edirəm. Təşəkkür edirik Teymur bəy, vaxt ayırıb gəldiyinizə görə və təbrik edirəm. Yəni ki, siyasət üzrə fəlsəfə doktoru artıq get-gedə status artır. Bu status bizi çox sevindirir, amma siz buna layiqsiniz və təşəkkür edirəm. Mən təşəkkür edirəm. Bu, bilirsiniz, siyasətdən gəlin biz keçək azca iqtisadiyyatdan danışaq. Çünki Ukrayna təbii ki 5 il ərzində müxtəlif bizə belə know-how deyirlər də, belə ingiliscə, Amerikanlarda belə söz var, İngiliscədə bu söz. Yəni know-how, yeni belə hansısa düşüncələr, yeni hərəkətlər, həm hərbiçiləri, həm bilirsiniz oradakı siyasətçiləri, amma indi çox qəribə bir məqam var. Əslən mülki sayılır. Vurduqları o həmən Valberis və digər həmən o obyektlər, onlar mülki obyektlərdir. Özü də titanik obyektlərdir. Çünki Moskvada və Peterburqda çox böyük belə sklad deyirlər də, onlarda ambarlar yerləşir. Bu mülki obyektlər vurulur. Dünya dəyişilib. Yəni hardasa çox yox, 8 ay bundan əvvəl Amerika mütləq danlayardı Ukraynanı. Bütün dünya deyər ki, eskalasiya etməyin, mülki heç kimin səsi çıxmır. Kim haranı istəyir? Biz kim haranı istəyir vurur, ona da qayıdacağıq. İrandan filandan da danışacağıq. Amma sizcə bu taktika, yəni bu nə verə bilər? Bu Rusiyanın hansı damarına zərbədir? Çünki videoları mən görürəm, malımız batdı, pulumuzu vermirlər. Bu nə, Moskvanı niyə vururlar? Özləri hamısı deyirlər ki, niyə vururlar? Çox qəribə belə. İndiyə kimi anlayamırlar deyəsən, nə baş verir? Sizcə bu taktikası nəticə verə bilər və Ukrayna uğur gətirə bilər bu taktika? Kamran bəy, bu müharibələrin müxtəlif növləri var. Ümumiyyətlə bu bəşəriyyət yaranandan, işğalçı və s. Amma bu 21-ci əsr üçün iki önəmli bir müharibə anlayışı çıxıb. Biri asimetrik müharibə, biri hibrid müharibə. Yəni asimetrik, burada indi biz biraz reallıq olsa da Rusiya böyükdür, güclüdür müəyyən, Ukrayna zəifdir, qərb olmasa, güclü zəif söhbəti var. Zəif tərəf, yəni Ukrayna var gücü ilə, partizan, belə deyək də, üslar üsullarla müharibə aparır. İndi o mərhələdir. İndi ikinci bir mərhələ, biz sevinirik ki, sizin sözünüzə burada. Ukrayna dövləti, Kiyev, razılaşarsınız bəlkə, hibrid müharibəyə keçib. İçəridə hibrid müharibə, xaos, müəyyən obyektlərə vurulur, iqtisadi zərərlər verilir. Yəni, mitinqlər də oluna bilər və s. Amma mənim gördüyüm Ukrayna tərəfi hibrid müharibə aparır artıq. Rusiya tərəfi. Hava onu da bacarıb. Bu fasilələr vaxtı da mən baxmayaraq çıxmadım, amma siz də izləyirik digər yerlərə. Artıq siz bu efirdən deyəndə benzin, siz nələr artıq. Amma indi fakt benzindən ötürü bir-birindən qırılır. Yəni, bu Ukraynanın bu iqtisadi olaraq Rusiyaya zərbələri, zərərləridir ki, və hibrid müharibə aparır. İndi bu nə dərəcədə uğurlu olacaqsa, nə dərəcədə taktiki olaraq qalib gələcəksə, bunun zaman gözür. Amma hal-hazırki vəziyyətdə, situasiyada Ukrayna hibrid müharibədə üstünlük təşkil edir. Qalib demirəm, amma Rusiyanın daxilində bir xaos. Ən azından sizin deyimizdən benzin problemi var, benzin xaosu yaradılıb, iqtisadi var. İndi digərlərinə var. Amma bunun üçün, bunun daha da irəli getməsi üçün, bax, biz sizinlə 6 ay bundan, 3-4 ay bundan qabaq danışırdıq. Zelenskini dəyişmək istəyirdilər, bir müddət o planlar gəldi, siz bir mesaj verdiniz, Trump'ın o fikri vardı, indi ondan əl çəkib. Daxildə sabitlik problemləri Ukraynanın həll olunmalıdır ki, müəyyən problem, indi də müəyyən mitiklər zadlar deyilir. Ona görə də ümumiyyətlə Trump Ukraynaya təpkidən, ümumiyyətlə bu məsələdən tamam kənarlaşıb. Bəli. Futbolda gördünüz də, futbolla filanla bir də İranla məşğuldur. Çünki İranla məşğuldur. Növbəti seçkiləri düşünür, həm özü, həm respublikaçıların. Çünki
Amerika Birləşmiş Ştatlarının daxilindəki auditoriya indi Kiyev, Rusiya-Ukrayna müharibəsi qalıb, deyir bizim İranla İsrail vuruşur, bizim orada nə işimiz var. İtkilər də Amerikan əsgərlərində var, kəsdir ölüm, indi qəbul edilmədikləri. İranın dezinformasiya, yalanlı, gerçəkli, çox itkilər var. Bu da var, futbol, başqa bir şeylərə çəkilib. Amma Vladimir... Yoxsa hər səhər durub Ukraynanı danlayırdı, hər səhər dedi ki, təslim ol, Zelenskinin üstündə. Zelenskini tərifləyir ara bir, amma çəkilib bir yanım qıraqda. Bəli. Və Moskva ilə Vaşinqton arasında müəyyən bir kommunikasiya xəttində də soyuqluq yaranıb. Amma bu yaxınlarda Peskov dedi ki, biz Türkiyə Respublikasını, Ankaranı sevinərik ki, vasitəçilik isə biz buna yaşlı işıq yandırıq, hər zaman da dəstək veririk ki, Hakan Fidan cənabları da Kiyevə səfərə getdi, görüşlər keçirdi. Yəqin ki, o Ankara, Moskva, Kiyev yenidən bir sülh üçün nəsə bir şey yaratmağa üçündür. Ona görə də sualınızın başdan cavabı olaraq bu bir hibrid müharibə ki, mən bunu dəyərləndirirəm. Asimetrik müharibə də kimlərsə deyəcək canlı insan qüvvəsi baxımından Rusiyanın güclüdür. Hətta Şamran bəy. Rusiya Federasiyası gör nə qədər qanunları, beynəlxalq hüquqi qanunları pozur ki, Orta Asiya, Türkistan kökənli insan, indi orada taciklər var. Qadınları belə tutub zorla öncəp yapardılar. Bəli. Bunu mənbəyini də deyə bilərəm. Yəni Avropa İnsan Hüquq Təşkilatları və Azadlıq Radiosu'da yayılıb ki, belə əllərinə silah almırlar. Yəni gedib orada tibbi, sanitar işlərdə yemək, öz başına... Döyə-döyə əl-ayaqda işlədirlər. Yəni bu, yəni Vladimir Putin biz sizlə zaman-zaman bunu müqayisə eləmişik. İndi Stalin, yəni də insan etkisi, fərqi yoxdur, nə qədər insan qırılır və bizdən siz də bunu demişsiniz. Artıq qanunlar verir, kim döyüşürsə, ölkəsində cinayət verəsə deportasiya eləməyin, nə bilim, onu edin, bunu edin falan rəhmətcan. Bu qanunlar da imzalayır. Rusiya-Ukrayna müharibəsini yəni bu ildə davam edəcək görsənir. Çünki hər hansı bir sülh şərtləri yoxdur. Təbii, amma Teymur, burada böyük bir belə mən diametral deməzdim, amma olduqca belə qabarıq fərq var. Bu vaxta qədər Ukrayna paritete gəlib çatmışdı Rusiya ilə və təbii ki, paritet məsələsində və vəziyyətində Ukrayna istəyərdi ki, müharibə dayansın, ölümlər dayansın. Rusiya onsuz da aldığını, o vaxt aldığını, təzə bir şey almayıb ki, əslində itirib aldıqlarında və təmas xəttində dayanardı, Ukraynanın xeyrinə idi. İndi Ukrayna üstünlüyü əldə edib və Rusiya zəifliyib indi. Rusiyada, yəni Rusiyanın içində gedir müharibə, müharibəni Rusiyanın içinə atır. Üstəlik də Rusiyanın əhalisində narazılıq başlayıb artıq. Hələ ki, düzdür, o narazılığı müharibə ilə əlaqələndirənlər də var. Amma hələ çaşqın vəziyyətdədirlər, nə baş verir. Ona görə mən güman edirəm... Yəni, ailmi, ya ailib, ya özünün Rus cəmiyyəti yatmış kimi. Bir 70% ilə 30% ailib. Deyir ki, bu müharibəni saxla, müharibə ilə əlaqəlidir. Amma bu benzin növbələri ayıtmağa təsir elədi. O, üzr istəyirəm, sualınızın bu tərəfi də Rusiya tərəfini eləmək istəyir, mənim gördüm. Ukraynanın daxilində, əsas da hökumət qarələrində çaxnaşmalar və yaxud da ki, bir şeylər yaratmaq istəyir. Məsələn, Müdafiə Naziri azad olub, mitinglər davam edirdi ki, o işə qayıtsın. İndi dünəndən Zelenskinin istefası məsəl üçün səsləndirənlər var. Yəni, bu da müəyyən bir daxildə... Orada siz Rusiya əlini görürsünüz, məncə Rusiya əli yoxdur orada, çünki indiyə qədər də yazır Zelenski... Yox, yəni demirəm, indi bacarır ki, daxildən. Çünki biz zaman-zaman deyirdik ki, özü də deyir, mən bu adamı legitim saymıram, qeyri-legitimdir, mən bu adamla oturmayacağım, masaya salam melek etməyəcəm, bu boş bir, yəni, geçsin, seçilsin və yaxud da yeni bir... Bildim, siz nə demək istəyirəm, Teymur bəy, baxın, əgər bugün Rusiyada Putin gedirsə, müharibə dayanır, 100%. Yəni, bu müharibənin arxasında ancaq Putin dayanıb, onu başlayan da Putindir. Bütün Rusiyada anlayır ki, Putin səhv eləyib, Putin Rusiyanı dağılma və böyük bir batalığa aparır. O yüzden də hətta ətrafındakılar da, hətta oliqarxlar da belə Putin dəyişmək istəyir. Dəyişən kimi müharibə dayanacaq. Müharibə, mən başqa şey demək istəyirəm. Ukraynada belə deyil. Ukraynada yazıda da Zelenski Zaluzhin dəyişəndə də söz vardı ki, Zaluzhin kimi birisini dəyişdi, yerinə Sırskı qoydu. Dəyişildi. Sırskı ondan da uğurlu oldu. Sonra Fyodorov gəldi.
Ruslan Umarovun yerinə o ondan da uğurlu oldu. İndi orada Madyar da var. Yəni Budanov da və s. var. Yəni hətta Zelenski dəyişilsə, yerinə Zaluzhny gəlsə, ya da Zaluzhny dəyişilsə, yerinə Sırski gəlsə, Sırskinin yerinə Madyar gəlsə, Madyarın yerinə Budanov gəlsə, Ukrayna savaşı saxlayan deyil və daha da yüksəklərə çıxacaq. Ona görə bu çox mənasız və Zelenski artıq orada lider, Ukraynanın içində tək lider deyil və onlar mənə də başlayan adam deyil. Tamamilə düzdür, amma burada bir məsələ var ki, o müdafiə nazirlərinin də tez-tez dəyişməsi müəyyən kommunikasiya problemləri var. Bundan əlavə də sizin sözünüzə qüvvət, bu müharibəni özü başladı. O Narışkin qorxa-qorxa dedi, bəlkə biraz vaxt verək, bilirsiniz, müharibə başlayanda da yox dedi, konkret dedim, başlayaq belə eləyək. Əslində Narışkin çıxışını mən dəfələrlə izləmişəm. O Narışkin orada heç nə deməmişdi. Orada deyildi ki, yazıcıdırsa o Donbası və Luganski müstəqil elan eləmək istəyirdi. Bu Narışkin isə bilirdi ki, biraz irəliyə baxdı. Dedi ki, onu bəlkə Rusiyaya birləşdirək. Onu deyirdi. Orada müharibə başlayıb söhbət getmirdi. O da deyir ki, burada onu Rusiya birləşdirməyindən söhbət getmir, qışqırdı üstünə. Biz amma sonra da birləşdirdi. Yəni Narışkin dediyi oldu elə. Yəni özü, öz nazirləri, müavinləri, hökumət nümayəndələri bu adamla müharibə başlayandan heç bir təması yoxdur. Elə oturur canlı videonla çıxır, görüntülü danışaraq müzakirə aparır və s. Amma o hegemonluğu da yoxdur. O vaxt Narışkin qışqırırdı. İndi çox zəif, olduqca belə bilirsiniz belə bizi vururlar, neyniyə problem var, benzin. Onda hegemonluq idi, kimsə inandırmışdı. İndi bəli, indi deyir ki, və istədiyini almadı. Bu müharibənin də başlamasının səbəbi öz hakimiyyətini saxlamaqdır. Bunu da yaxşı bilir ki, bu müharibə dayansa, kimlərsə, hansı əllər, güclər gətiribsə də bunu hakimiyyətə get deyəcək. Çünki ətrafda oliqarxlar, hamıda bütün sanksiyalar içindədir, əsas da oliqarxlar, yaxın adamları, pulları batır və s. və ilə axır. Ona görə və orduda da bunu bu Kamran bəy bilirsiniz. Orada çox böyük narazılıq var. Bu nə qədər, nə vaxta qədər bu Rusiya ordusu miqrantları kimsə cinayət eləyir. Bilirik, dəyişdiririk, görürük. Burada var da öz orada sən ya türməyə, həbsə, ya ora, nə bilim bu belə. Elələri də ordunun o ordu sayələrim, o həmən o yalançı ordunun 10% təşkil, 5% təşkil edə bilər. Əsasən orada kontrakt pulla gedənlər. Kontraktdır, pullandır. Afrikalıları alladıb gətirirdilər. İndi Hindistanlıları yığıb gətirirlər. Onu Filippin, Manila, orada, burada. Dünən 64 nəfər Rus, 64 nəfər desən, 64 Rus işğalçını əsir götürüblər Ukraynalılar. Onlar nə ilə belə məşğullar? Bunlar nə edirlər? Baxın, bu heç bir, tarixdə heç bir müharibədə, heç bir, nə 2-ci Dünya müharibəsində, nə 1-ci Dünya müharibəsində, nə İskəndər Makedoniyanın dövründə, nə də Çingizxan, nə də Teymur Ləngin dövründə belə bir şey olmuyor. Bunlar nə edirlər? Bunlar mobil qruplar yaradırlar. 5 nəfərdən 5-dən 7 nəfərdən ibarət. Onlara pul verirlər, yarısını da yəni yayıdandan sonra bunlar gedirlər 5-7 nəfər axı aradan keçə bilər. Məsələn, o Ukraynalıların əgər böyük bir hansısa dəstə gəlirsə, onu orada izləyirlər, tapırlar, öldürürlər. Amma 5 nəfər, 3 nəfər arası keçə bilər, sıza bilərlər də içərisinə. Bunlar sızırlar içəridəki dağılmış kəndlərə. Dağılıb kənd yoxdur. Orada Rusiyanın bayrağını sancırlar, onu çəkirlər. İşlər ancaq ondan ibarətdir. Onu çəkirlər. Çəkəndən sonra təzədən geri qayıda bilsələr, ya öləcək, qayıda biləcəksən, o pulu götürəcəksən də belə də. Gedənlər də var o işə. İndi 64 nəfərini həbs edirlər. O 64 nəfərin hərəsi başqa qruplarda. Deməli, bunlar yalançı o bayraq sancma məqamını çəkib, gəlib komandan da gətirir onu Putinə və daha yüksəklərə bununla pul qazanırlar. Brejnevin nəvəsi Amerikada yaşayıb, oxuyub orada, təhsil alıb. Borcuna görə gəlib Rusiyaya, həmin dediyiniz kontraktla pul alıb və vuruşub. Və özünün müsahibəsi var. Leonid İlyich Brejnevin nəvəsi. Deyib ki, elə bir qəssabxanadır ön cəbhə. Yəni ölümə gedirsən və ən maraqlısı, indi o da əsirdir. O da əsirdir Ukrayna. Mən orada faşist tapmadım. O inanıb ki, orada faşist var. Leonid Brejnevdə siz məndən yaxşı görmüsünüz, zamanlıq uşaq. Ukraynalı bir adam nəvəsi deyir ki, mən orada faşist tapmadım və dəhşətdir, qəssabxanaya ölümə göndərirlər ön cəbhəyə. Həmin o müqaviləsilər, əsgərlər yox. Şturmovik deyirlər də, deyirlər onların həyatı 20-28 dəqiqə arasındadır. Kesin öldürürlər o saat. Yəni, hər iki tərəf artıq gördüyümüz, sizin də göstərin,
Ukrayna Kiyev mövqeyində möhkəm dayanıb. Heç bir güzəşt yoxdur. Artıq heç kim də güzəştlə bağlı Kiyevə təzyiq göstərmir. Zelenskiyə təzyiq göstərmir. Trump yardımçıdırlar. Yardımçılar. Və bizim prezidentin son çıxışı ümumiyyətlə belə bir ildırım kimi çaxdı da. Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin sözü ki, bundan öncə deyib o söz, ifadələri, fikirlər ki, heç vaxt Ukrayna işğala barışmamalıdır. Bu Rusiyaya bir 180 derəcə bir mina güllədir, sniper gülləsi ki, barışmamalıdır, nə yoldan olur olsun. Çünki bunun səbəbi bundan ibarətdir ki, yəni biz sizlə dəfələrlə bunu müzakirə etmişik. Ya müəyyən bir atəşkəs kimi bir şey ola bilər, ya təmas xəttə dayanır. Çünki bu heç kim burada güzəşt etmək fikri də yoxdur. Ümumiyyətlə də Kiyev, Zelenski də buna güzəştə getmək fikri də yoxdur və Ukrayna cəmiyyəti də buna. Bu dəfə Şuşadakı çıxışında açıqdır ki, biz Ukraynanın yanındayıq, Bəli. Ukraynanın tərəfindəyik. O çıxışda bir önəmli də məqam var idi. Əvvəllər də onu, amma tək belə monoloq özü danışanda belə qeyd eləmişik. İndi daha bütün dünya orada jurnalistlər tutmuşlar. Jurnalistlərin önündə qeyd elədi ki, SSR Azərbaycanı işğal edib, koloniya yaradıb burada. Azərbaycanın bütün sərvətlərini buradan aparıb əvəzində heç nə verməyib bizə. Sərvətləri aparıb hamısını biz məhv edib bizim sərvətlərimizi. Bu sizcə gələcəkdə, yəni bu Rusiyanın dağılması göz önündədir. Bu dağılacaq. Bu bizim hansısa Rusiyaya belə təqdim elədiyimiz sorğu ola bilər Sovet ərzində nə qədər aparmısan və onun əvəzində yəni ki biz təzminat istəyəcəyik onlardan. Baltik ölkələri müəyyən onu deyirlər, istəyirlər. Estoniya, Latviya, Litva ki siz bizim bu qədər sərvətimizi Amma onlar bizə qədər sərvət verməyiblər təbii ki. Hə, verməyiblər, amma müəyyən fikirlər, iddialar irəli sürürlər. Düz Rusiya bunu qəbul etməsə də, verməsə də. Dağılan Rusiyadan almaq əsas odur ki, iddia formalaşsın, sənədləşsin. Kamran bəy, bizim dövlətimiz həmişə siz bu siyasətin içində olan, azadlıq hərəkatının iştirakçısı olmuş bir insan olaraq həmişə Rusiya ilə Əbülfəz Elçi bəy iqtidarından sonra, mərhum Əbülfəz Elçi bəyin iqtidarından sonra praqmatik Rusiya ilə var. Məsələn, Əbülfəz Elçi bəyin də ilk siyasi bilirsiniz də səfəri Rusiya olmuşdu. Bəli. Orada Yeltsin. Türkiyə olmamışdı, Rusiya olmuşdu. O dövrdə tamamilə Rusiya güclü idi deyə. Bəli. Praqmatizmlə İndi də Azərbaycan dövləti praqmatizm aparırdı. Əsas da bu müharibə başlayanda Xankəndi bizim bu müharibə əlimizə çatması çox böyük dəstək olub, rol olub. İndi də müəyyən biz açıqdan olmasa da qapalı işlər dəstək olurdu. Gözlüdük məqamı. Azərbaycanın içində də bəzi adamlar deyirlər, yox. Amma Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev son həmişə etdiyi müəyyən fikirlər bildirilirdi. Amma əsas o işğala barışmama fikrinə olsun. Bu dəfə ki, bu açıqdan ki, biz Ukraynanın yanındayıq. Ümumiyyətlə, SSR-nin 27 aprel 1920-ci il Cumhuriyyətimizin işğalı günü biz 28 aprel. Bəli. 27-si də işğal başlayıb, 28-dən tamamlanıb. Hə, amma 27 fərqi yoxdur. 29 apreldə də bizim Cumhuriyyətimiz parlament sessiyası keçirdəcək. Çox heyflər olsun ki, biz işğal olunur. O işğalı biz qabartmalıyıq. Gündəmi daha da ümumiyyətlə Cumhuriyyətimizin işğalı, 20-ci ildən sonra elədikləri, 37-ci il repressiyası, İkinci Dünya müharibəsində neftimizin talanması, sürgünlər, deportasiyalar, Zəngəzur, əlimizə alınmalara verilməsi. Üzr istəyirəm, lap biraz geriyə gedib, 31 Mart dünya Azərbaycanlıların soyqırımını da biz yer yerəndə. O da onlara aiddir. Çünki burada deməli o bolşeviklər idi də. Lenin, Bəli. Stepan Şamiyan. Stepan Şamiyan Moskvadan əmrlər aldı. Lenin aldı əmrləri. Bizim Nərman Nərmanov da Şamiyanın, Leninin yanında olub. O ərəfələrdə əksinə olsa da, fakt o soyqırımı eləyənin sonradıkında işğalın başında gəlib. Yəni, bunları biz qabartmalıyıq. Nərman Nərmanov kommunarların yanındaydı bu, o biraz. Mən bir söz demirəm, kommunist onların yanındaydı amma mən demirəm Nərman Nərmanov 31 Martı soy, amma Nərman Nərmanov bu mənim fikrimdir, şəxsi bir. Buyurun siz. 31 Mart dünya soyqırımından sonra Leninin yanında, kommunistlərin, bolşeviklərin yanında
durmamalı idi. Leninin tapşırığına Şamiyan o soyqırımı yerinə yetirmişdi və onun quldurlar dəstələri ilə biri. Ondan sonra o mövqeyini, necə ki 1906-da Hümmətdə Məmməd Əmin Rəsulu da olmuşdu. Gördü ki, bu adamların elə eyni bu adamlar çar düşüncəli adamlardır. Bunlar da Azərbaycan xalqına kin, nifrət yolunu dəyişdi. Nərimanov onu eləmir. Qalan başqa maarifçi olub, bu nə eləyib olunur və 20-ci ildə işğalın təpəsində gəlib Nəriman Nərimanov. Bu da mənim şəxsi mövqeyim. Bu belə. Faktdır bu şey. Faktdır. Kim bundan incir, Nərimanov maarifçi ola ola bilər. Etiraz bilər. edən kimi də öldürdülər də Moskvada. Bəli. Uşağı da, sonra özdə, indi kim nə deyir filan. Amma Əzizbəyev Şamiyan yanında olub. Bir yerdə olub. Bəli. Qızıl akademik olub Azərbaycan. Soyqırımları, sərvətimizi talamasını, 20 yanvarı son bu. Yəni SSR-nin Azərbaycan xalqına etdiyi zülmləri, bu deportasiyaları, Orta Asiyaya sürgünləri, İkinci Dünya müharibəsində neftimiz Bakıya bir qəhrəman şəhəri belə verilməyə, Azərbaycanlılara az medal verilən və s. Qafqazların çox başqa milləti qabağa çıxan. Ümumiyyətlə biz bunları Azərbaycanın bir komissiya yaradılmalıdır dövlət tərəfindən. Burada bir təhqir də var. Mən yadına saxlayım fikrinizi, o komissiya məsələsi. Çünki önemli bir məsələni qaldırırsınız. Bu mütləq olmalıdır və prezidentin dediyi də elə buna ilk addımlardır. İlk bizi o məsələlər yol xəritəsidir bizim üçün. Baxın. Gəncə işğal olunandan sonra təkrar edirik ki, biz tamaşaçılarımız da bilsinlər, Bakının statusu indi yüksəkdir. İndi. 19-cu əsrin əvvəlində Rusiya Azərbaycan xanlıqlarını işğal edəndə Gəncənin statusu Bakıdan 100 dəfə yüksəkdə idi. 100%. Sırf bir böyük şəhər idi, mədəni tarixçi daha böyük idi. Bakı balaca şəhər idi, çox balaca idi. Yəni buranın 7000 olsaydı əhalisi elə balaca da ağac bitmir. Burada nə bilim sərvəti yox, bir şey yox. Belə də tupikdə olan bir balaca bir çox şəhər demək olarsa. Çünki şəhər tipli tikilmişdi, yəni şəhər dedilər. Şamaxının da statusu daha üstün idi. Şamaxının da var. Amma Gəncəninki daha üstün idi orada. Ona görə də ki, Gəncəni alandan işğal eləyəndən sonra, Cavad xanı ailəsi ilə bir yerdə öldürəndən sonra, oğlanlarına bir yerdə öldürəndən sonra, qətlə yetiriləndən sonra oranın adını Yelizavetpol qoydular. Yəni Yelizavetanın adını qoydular ora. Mənim Çarın qızı idi, nə isə Yelizavet yoldaşı. Həyat yoldaşı. Yəni gətirdilər, qoydular. Bu təhqir idi. Bu Gəncəlilərə də, Gəncə kişilərinə, Azərbaycan türklərinə, Azərbaycan xalqına bütövlükdə bir təhqir idi. Yəni Yelizavetpol bilə-bilə bu şeydir. Sovet hökuməti gələn işğal eləyəndən sonra Kirovabad qoydu. Kirov, ondan da Gədanın adını qoydu. Yelizavet heç olmasa kiminsə həyat yoldaşı idi, Çarın həyat yoldaşı idi. Kirov. Bu Kirovun adını qoydular, Kirovabad elədilər. Yəni orada yəni ki 100% müzakirə olunub. Bilməm, onu qayaraq Kirovabad tardı getdi, nə deyəcəklər ki. Ona görə də məncə siz dediniz həmən o revizionist mövqeyi, biz reviziya eləməliyik bu məqamları. O bizim 31 Mart Dünya Azərbaycanlıların soyqırımı üçün ki, Cumhuriyyətimiz elan olunandan sonra Fövqəladə Hallar Komissiyası yaradıldı. Xəlil bəy Xasməmmədov Ali Məhkəmənin sədri, Ədliyyə naziri olub. O adam rəhbərliyi altında komissiya quruldu. Və o komissiya 23 ay ərzində o soyqırım, Dünya Azərbaycanlıların soyqırımını elə gözəl komissiyanın ortaq nəticəsi bizə vurduqları zərərlər içində ruslar da olub ha. Yəni komissiyanın üzvləri, özləri dəhşətə gəldi. İndi bizdə də ölkə rəhbəri bunun fikri bildiribsə, bir dövlət iradəsi ilə bu komissiya qurulmalıdır. Bunun içində tarixçilər, alimlər, müxtəlif bu 70 il ərzində Sovet imperiyası bizə nə ziyanlar vurdu? Tariximizdən tutmuş, dilimiz, hər bir şeyimiz, neftimizi daşıyıb. Olursa bunun, mən demirəm Rusiya bunu, amma bunun bir beynəlxalq müstəvidə. Yox, Rusiya Sovetin varisidir. Özü açıq da onu elan eləyir və biz ona deməliyik. Yəni nə deyirəm, Kamran? Yəni biz bunun təzminatı qaldırdıq, elədik, verəcək, verməyəcək, bu başqa şeydir. Putin gələndən sonra o... Yox, başqa şey deyirəm. Məsəl üçün, baxın, bugün əgər xorvatlar və yaxud da serblər durub desələr ki, Türkiyəyə, Osmanlı o dövrdə Türkiyə Cumhuriyyəti deyəcək ki, Osmanlı imperiyası yoxdur, biz ona cavabdeh deyilik. Bu Türk Cumhuriyyətidir, bu demokratik dövlətdir bura. Amma Rusiya rəsmi Sovet İttifaqının varisi adını götürüb özlərinə və üstəlik də bizim prezident o sözü deyəndə görmüsünüzlər, onların jurnalistikası, onların Solovyovların, propagandonları nə böyük isterika qaldırıblar ki, bu nə danışır, bizi işğalçı adlanır. Yəni Sovetə işğalçı dediyimiz vaxt özlərinə götürürlər onu. Fəxrlə də varis deyib. Fəxrlə bu adam da Putinin dağılmasına məyusdur, Qarbaçovu günahlandırır
ki, bu dağıtdı və varisin də olmağını fəxrlə deyir və şairdir. Biz də bunu beynəlxalq miqyasda, bunu ölçən hüquqşünaslar əsas burada olmalıdır. Beynəlxalq hüquq üzrə mütəxəssislər ki, bu təzminat istəyək. Demirsən, varissən, sən bu qədər bizə bir demək, zülm eləmişsən, işğal eləmişsən, sürgünlər, bütün xalqlara. Hətta nə qədər neft aparmısan bizdən? Bəli. Nə qədər, o vaxtda elə dövr olub ki, Azərbaycanda 1 milyon barel günə neft emal olunub. İndi desən 400 minə gəlmişik də, elə dövrlər Bəli. olub. Aparıbsa, o nefti aparıb bizim əvəzinə nə vermirsən, biz o bəsit hesab var, orada hesablamaq çox asandır. Bilirsiniz, tarix elmləri doktoru Cəmil Həşənlinin, professorun 54-59, 53-59 Sovet liberalizmi, Azərbaycan liberalizmi 59-69-cu illər kitabı var. O kitabı bütün hər kəsin, bütün tarixlə, Azərbaycanın siyasi tarixini bilmək istəyənlər oxumalıdır. Vəli Axundovun dövründə, İmam Mustafayevin dövründə Moskva həmişə bizə təzyiqlər edib ki, Rusiyaya, Gürcüstana, Ermənistana pulsuz qaz ver, onu ver, bunu ver. Bunlar elmi kitablarda, yəni Cəmil müəllimin kitabındadır. Biz həyatda yaşamışıq və görmüşük onu. Siz görmüşsünüz, mən kitabdan oxuyub görmüşük. Və o da sənədlərlə sübut. Təbii. O dövrün Azərbaycanın ziyalıları gücü çatdığından, Vəli Axundovun nə qədər qüsurları olsa da, İmam Mustafayevin nə qədər olsa da, qarşısını almağa çalışılır və alınıbdır. Yəni, ancaq təzyiq Gürcünü Erməniyə qaz ver, torpaq ver, onu ver, əzməklə məşğul. Yəni, bunları biz qabartmalıyıq. Biz beynəlxalq arenaya çıxartmalıyıq. Biz ona görə də bu, əgər olacaqsa, bu komissiya, necə ki, Cumhuriyyətimiz o komissiyanın qurduğu soyqırımdan bağlı, bu da hesablayaq bizə, bəlkə də olunub, müəyyən araşdırmalar gedib, nə qədər neftimizi aparıb, nə qədər insanımızı qırıb, nə qədər insanımızı sürgün eləyib. Yəni, siz totalitar bir quruluşda, indi siz görmüşsünüz. Adam nəfəs almağa qorxub, hərbiçi 37-ci ilin havası və digərləri. Adam bir var, hökumətin əleyhinə danışmağa qoy qırağı. Yəni, sən özünə, öz milli dəyərlərindən, özünə türk deyirsiniz, həbs edirlər. Bəli. Yəni, sən desən ki, mən Çay İsmailə görə səni həbs edəcəklər. Yəni, sən Pan-Turani sərhəddə qoyacaqlar, Pan-Türki sərhəddə qoyacaqlar. Sonra Azərbaycan, Gürcüstan, Ermənistan düzdür. O dövrdə SSR-də kateqoriyalar var idi. Yəni, SSR-ni bölmüşlər 3 kateqoriya. Nədən ibarət? Birinci kateqoriya Moskva, məsələn, Leningrad və s. və s. Orada əgər bu fincan, SSR üzrə tutaq ki, bu fincan Moskvada 70 qəpiy idisə, Bakıda 1 mal 10 qəpiy idi. Çünki biz 3-cü kateqoriyadaydıq. Yerevanda isə, əgər Moskvada 70 qəpiy idisə, onlar 2-ci kateqoriyadadır. Bu olacaqdı orada hardasa 90 qəpiy. Düzdür? Bizdə isə, Yerevanda 90-dırsa bizdə 1 manat 10 qəpiy olmalı. Gürcüstanda 2-ci kateqoriyada, onlar da Yerevan kimi idilər də, Ermənistan kimi. Üstəlik də, Azərbaycanda siz indi buradan deyəndə gənclər bilmirlər. O qədər kapasa deyə bir istəyəni tərifləyən alçaqlar var ki, yaşlıların içində. O gənclər baxırlar ki, bunlar nədən danışırlar da. Müstəqillik olarlar bizim işğalı tərifləyən alçaqlar var. Yəni biz onların adını taxtabaş qoymuşuq, amma bu taxtabaşdan da pisiz, onlar alçaqdırlar. Yəni o gənclərə buradan deyirik ki, Azərbaycan indi onsuz da bizim ərazimiz balacadır da. Sən indi deyirlər, sən Astaraya gedənməzdin. Sən Lənkərana gedə bilmirdin. Öz torpağında. Naxçıvana gediş gəlir. Təbii, mən cənubdan başladım. Sən Naxçıvana da gedə bilmirdin. Niyə? Adını da qoymuşdu, ora Paqran zonadır. Yəni, sərhəd yaxlaşıq ki, sərhəddir. Orada hökmən özlərinin zastavlarını qururlar. Həqiqətən də Cəllabadlı Bakıya gəlməyə zülüm çəkilmiş, oxumağa. Yox, gedə bilmirdin o tərəfə. Çünki orada Rus əskərləri dayanırdılar. Sovet adını qoymuşlar. Sən əyərlərin, yaşayış yerin, qeydiyyatın Astara deyilsə, deməli ki, sən oranı bizdən ayırmışsan, ora biz deyilik. Naxçıvan. İndi Naxçıvan daha dəhşətli idi. Ne üçün? Çünki Astara İranla sərhəddədir və tupikdir də. Yəni onlar belə onları salmışlar bir hücrəyə və orada boğurdular. Yəni o əhalini. Amma Naxçıvanı isə Türkiyə ilə sərhəddir, bir də Ermənistanla sərhəddir deyənə Naxçıvan əhalisi Yerevana asanca gedib gəlirdi. Yəni orası üçün mərkəz, Naxçıvan üçün mərkəz qeyri-rəsmi Bakı deyildi, Yerevan idi. Planlı şəkildə. Bütün ərzaq da oradan, çünki oranın ərzağı da yaxşı idi. Sovet dönəmində də orada elə eləmişdi ki, oranın ərzağı yaxşı idi. Bakıda bir smitan alırdınsa,
Onun yarısı su idi, yarısı bilməm nə idi də belə də. Amma Bakı şəhəri. Bakıda bəli. Amma Yerevanda pivəsi də, siqareti də nə alırsansa hamısı keyfiyyətli idi. İndi keyfiyyətlidir. Mən yeri gəlmişim. O təməli onları qoyublar orada və orada da Türk soyqırımına bir abidə qoyublar. Ermənilər onların başına fırladırdılar və Naxçıvanlar da ora gedirdilər. Oradan gəldi Naxçıvanlar ancaq ora gedib gələ bilərdilər. O zaman yaxındır da, Yerevan daha yaxındır Naxçıvana. Çünki İrəvandır ora. Ora həmişə elə bir ərazi olub da. Türk ərazisi, Türk torpağı olub. İgidlər torpağıdır ora, düzdür. Onlar gedirdilər, gəlirdilər və ora ilə əlaqə edirlər. Deməli, ora artıq qeyri-rəsmi əlimizdən alınıb. Bizi ki, buraxmırlar axı ora. Biz gedənmirdik ora. Mən bilirsiniz, konservatoriyanı bitirəndə o vaxtı mən cavan uşaq idim da, yəni konservatoriyanı bitirəndə 23 yaşım var. 23 yaşında, daha doğrusu əsgərdən hətta gələndən sonra 23 yaşında mən təyinatımı konservatoriyanı bitirəndən sonra aldım Naxçıvana. Niyə ora buraxmırlar deyənə? Hüseyn Cavidin fanatı idim, gedim baxım da. Və bütün danışdıqlarımı canlı gedib yaşamışam Naxçıvanda. Mən il yarım orada musiqi texnikumu var idi və orada müəllim işləmişəm. Yəni təyinatdan orada müəllim işləmişəm. O vaxtı oranın mədəniyyət naziri rəhmətli Fəttah müəllim idi. O dövrdə bəli, o dövrdə orada işləmişəm. 88-ci il, 89-cu il belə. Orada işlə və bunu mən gözümlə görmüşəm. Ki Naxçıvan Azərbaycandan daha çox Ermənistana bağlıdır. İstənilən halda Ermənistanın hər tərəfinə gedib gələ bilərsən. Bir şey, Ermənistanın da o gümrük, o da sərhəddə, düzdür, Türkiyə ilə. Amma Naxçıvan əhalisinin, Naxçıvanlı adam ora gedə bilər. Bakıya gələ bilməz. Ya bu Bakıya gələ bilər, biz ora gedə bilmərik də. Yəni Bakı uzaqdır, amma bura gəlincə Meqridən keçmək lazımdır. Qopartmaq, ayırmaq siyasəti. Deməli, gələcəkdə yavaş-yavaş oranı qopardıb, ora birləşdirmək. Amma bu hamısı Zəngəzurla, arada da Zəngəzuru salmışdı. Orada da bizim şəhərlər alıb adını ilə İncivan, Mincivan filan qoymuşlar filan. Biz oradan keçəndə elə bil Ermənistanın hansı göz torpaqlarımızı. Bunlar hamısı deyilməlidir və bu dediyiniz məqamlar var, təzminat olmalı. Yəni bunlar, bu dediyinləriniz, maraqlı məlumatlar üçün çox təşəkkür edirəm. Beynəlxalq arenaya çıxardılıb, bununla bağlı konferanslar keçirilməli. Necə ki, Afrika xalqları deyir, İngilislər bizi belə gəldi, Fransız bizi belə sümürdü, bunu Hindistanlılar. İndi biz də bunu deməliyik, amma ağılla, planla, elmi, mənbələrə, sübutlara əsaslanaraq bunun problemləri bu qaldırmalıyıq və bilirsiniz, heç kim demir Rusiya müharibə eləmək, amma Rusiyanın qabağından, önündən qaçdıqca, nə dediyini, hə dedikcə bu olsa biz hə dediymişik bu illərlə başımıza gəlməyən fəlakətlər olur. Bugün Paşinyan seçilib. Müsahibə verir Putin ondan qabaq. Ermənistan xalqı nə deyəcək, onu dəstəkləyirik. Görürsünüz, əzmir. Razısınız. Biz amma bura gedirik, bunu götürürük, qəflən əməkdaşlıq edir və s. Hədə qorxu, Trimp layihəsi, o Zəngəzurun məsələsi və digərlərindən hədə. Amma görürsünüz, orada heç bir şey demir. Deyir, Ermənistan xalqı nə deyəcəksə, biz edir. Əlbəttə, Paşinyanı devirmə ürəyindən keçir, hər bir şey edir, gözə alınmır. Paşinyan da pragmatik bir siyasət yapır. Amma biz həmişə əziləm, Gürcünü də elə, Gürcüləri də, indi də. Ən çox bu Qafqazda əzilən, zülüm çəkən biz olmuşuq. Azərbaycan türkləri olub, Azərbaycan olub, sonra müsəlmanlar olub, o digər Çərkəz, o birisi və s. Soyqırım olub, Çərkəzlərin də avarların başa üstünə götürülür. Çeçenlərin və s. Şimali Qafqazda da bu oyunları oynayıb, hamısını oynayıb. Yəni o Varançov, o Yermolov orada hamısını Gəncənin işğalını çox gözəl dediniz. 20-ci ildə Gəncədə işğal üsyanı olub Sovetlərə qarşı. Şəkidə olub, Zaqatalada olub, Göyçayda olub. Yəni bu üsyanlar olub. Burada Çingiz Yıldırım ki, demək, Aynə Sultanovanın həyat yoldaşı Gəncədə bir başpapaqlı kişi qoymayacağım, qanunsuz. Yəni Sovetlər nə gətirib, nə eləyib, indi kimsə tərifləyir, kimsə yaxşı işləyib, nə görüb. Amma burada Teymur bəy, Rusiya dediklərimizə gəlib bir özümüzə də deyək. Bu çox önəmli bir məqamı toxunmuşuq. İndi iki qardaş söhbət edirik. Hədə 5-6 ayın hələlik siyasətdən tarix. Amma deməliyik, bu siyasət əslində bunu deməliyik biz. Çünki yaxşı, o düşməndir, düzdür. Bax, dediyiniz Gəncə üsyanı var, düzdür. Bəli. Bu qədər serial çəkilir. Bu qədər, bir dənə film, serial görmüsünüz bunun haqqında? Yox. Həmən Göyçay savaşı haqqında. O Göyçay savaşı, Qarabağdakı savaş. Bəli. O Azərbaycanın bugünkü ayaqda Azərbaycan ümumiyyətlə Azərbaycan adı olmasının səbəbi o savaşdır. Oradakı savaş. Nuri Paşanın da
Orada əyərlərim o bığır igidləri, bilmirəm, Qarayazı igidləri, orada Səngər qazı vuruşmasaydılar Nuri Paşa gəlinə qədər, düzdür? Bu çoxdan işğal olunmuşdu, çıxıb getmişdi. Onunla bağlı kitablar var. Kitablar var, müəyyən sənət vizual məqamlarından vizual məqamı. General-mayor Həbib bəs Səlimov, Əliağa Şıxlinski bunlar da döyüşüb. Yəni az deyil təbliğat yoxdur. Bax sonra Qafqaz İslam ordusu ilə paralel qəhrəman Azərbaycan xalqı da birlikdə Qafqaz İslam ordusu Nuri Paşanın komandanlığı altında döyüşmüş. Nuri Paşanın özünə biz qiymət elə verməmişik. Sabir Rüstəmxanlının ssenarisində olan Cavad xan filmi var. Hər normal bir yəni yoxdur. Yəni bizim hətta bu ikinci qarbətən müharibəmizlə bağlı da filmlər. Propaganda. Ona görə bilirsiniz, o filmin özündə də hiss olunur ki, açıq olsa qarşı danışmayın da. Hiss olunur da ki, gəl açıq danışırıq da burada. Yaxşı, bu 44 günlük savaşda bu qurtardı savaş, düzdür. Görmüsünüz bir dənə bu gözümüzü qamanındakı savaşdan bəlkə film çəkir. Bəlkə ondan danışar. Sənətli filmlər dediyiniz kimi çəkir, amma bir seriallar olmalıdır, filmlər olmalıdır. Təbliğat olmalıdır. Bütün günü biz danışmalıyıq. Xalqımızı, millətimizi, dediklərimizi, o xalqımızın, millətimizin hansısa bizi siyasi vektoruna və onların ideoloji birliyinə yönəlməlidir. Kamran bəy, bax biz dəfələrlə burada demişik, biz qardaş Türkiyə Respublikasında getdik, tədbirlər, ora-bura demirəm tanıtmalıyıq. Amma biz orada televiziyalara çıxan kimi biz özümüzü lap yaxşı tanıtdıq. İndi 21-ci əsrdir. Süni intellekt. Azərbaycan dövləti bununla bağlı strategiya qəbul edir. Sosial media. Bunlar çox önəmlidir. Bu da bilirsiniz, İsrail ilə İran arasında müharibə gedir, Rus-Ukrayna propaganda gedir. Kim saxlanır, bax o sizin gözəl gedir bir dənə boş yerə bayrağı bağlayır, gəlir, taxır, sancır. Yoldaş Putin mən buranı almışam. Şimali Koreya kimi biz döyüşdük, qəhrəman bunu etdik, onu etdik. Amma bunlar çox önəmlidir. İsrail, Yahudilər soyqırımı ilə bağlı görürsünüz nə filmlər çəkilir? Görürsünüz. Və propaganda aparırlar. Hətta İsrailin özü yox, Yahudi əsilli rejissorlar. Bax o Hollywoodda. Piyanistə baxın, Piyanist necə filmdir. Schindlerin Siyahısı necə filmdir. Düzdür? Bütün dünyada əslində böyük təbliğat olar. Sonra bir film vardı, konslagerə düşürlər, Atabala düşürlər. Filmin adı ola bilər, yadımdan çıxıb. Və yaxud da Türkiyəyə gəlin. Bax, dost qardaş Türkiyəyə baxaq. Baxın, o diriliş Ertuğrul, düzdür? O da Rəcəb Tayyip Ərdoğan iqtidarından gəldikdən sonra bu işlər görülməli. Fəth. Çəkilən bütün filmlər tarixi, qəhrəmanlıq, Türk xalqının o Anadoluya gəlişi, oradakı dövlətlərin yaranması, təkcə Ertuğruldan demirdi, Osmana kimi gəlib çıxırlar, sonra gəlirlər, bütün tarixlərini çəkirlər. Bizim tarixçilər hələ mediadan, mannadan danışırlar burada. Hələ mənlə burada mübahisə aparırlar, bizim tarixçilərimiz. Çünki Sovet həmən o Kalpasalıların beyninə necə o yalanları yeridibsə, indi də onların əlində bir yönetim var. Açıq danışıq Teymur bəy, həmən o Sovet beyinlilərin əlində yönetim var. Və onlar da imkan verirlər, biz bir ayağımız bu tərəfdə, bir ayağımız belə qalmışıq, şpaqatda qalmışıq biz. Savadlı milli gənclərin önünü kəsirlər, haqqını yeyirlər ki, bu savadlıdır, bu milli istedadı var. Bu problemlər var. Tamamilə mən sizdən razıyam. Sizin məndən yaxşı tanıdığınız Ramiz Əzbəylinin də bir yalan filmi var idi. Aqil Abbasın Dolu filminə. Müəyyən bir filmlər çəkilmişdi. Fuad Poladovun oynadığı və s. Allah rəhmət eləsin. Yəni, indi 21-ci əsrdir. İndi... Bunlar məğlub olduğumuz dövrü çəkilən 5-6 belə filmlər. Hədə ondan sonra indi. Zəif filmlər. İndi. İndidən gedirik söhbət tariximizə bəli. Niyə Avropa Şurasına biz Fransanın bütün kitabxanalarını ermənilər zəbt edirik. London, gedib buranı ələ keçirdilər, öz kitablarımızı, yəni bunlar bu propaganda aparılmalıdır. 21-ci əsr qəzet yoxdur, media ölü, hamı sosial şəbəkədədir. İndi bunun ziyanı, zərəri, dezinformasiya, saxta, bunu qoyuruq bir qırağa. YouTube. Yəni, məsələn, biz, mən bunu təqdir edirəm. Az News-dur səhv eləmirəmsə, Qondarma Qarabağdakı Troyka, milyonçu, milyarder, onu həbs eləmişik, unutdum. Vardanyan deyirsiniz? Bəli, Vardanyan haqqında biz gözəl bir sənətli film çəkirik.
həm ingilis dilində, həm Azərbaycan dilində. Maraqlıdır. Adamın yalandan gəlib belə propagandalar aparılmalıdır. Belə bir fikir. Deyilib mi o filmdə Vartanyanı bura Putin göndərir? O da deyilib. Onun orada saxta bir qəpik pul xərcləmədiyi də oradakı xalqa dırnaqarası erməni xalqına güya. Hamısı iyanələrlə. Yəni bu təbliğat işləri görülməli. Təbii, mən filmi baxmamışam. Sadəcə bax, əgər film, tutaq ki, ssenari, sənədli film, onu açırsa ki, Vartanyan Qarabağa Rusiya tərəfindən göndərilmişdi ona görə ki, orada nüfuz qazansın. Bəli. Sonra gətirilsin Paşinyanın yerinə. Bəli. Çünki Koçaryan artıq vurulmuş kartdır və gördüyünüzdə Sarkisyan ona görə qələbə çala bilmədilər. Vartanyan olsaydı qələbə çalacaqdı. Öz pulu ilə xərcləyəcəkdi, gətirsin və yenidən Ermənistan Azərbaycanla vuruşdursun. Film buna əgər xidmət eləyərsə və bütün gerçəklərin göstərib, əyərlərin, gənclərimizin, ümumiyyətlə Azərbaycan millətinin şuurunda hansısa bir tektonik dəyişiklik eləyib gerçəkləri danışa bilərsə və çox da baxımlı bir film ola bilərsə, hansı ki, hamı ondan danışar, film o vaxt yaxşı olur ki, hamı ondan danışır. Hamı ondan danışır. Bir şey var orada çəkilib, amma onu çox da heç kim görməyib, harada çəkilib, harada verilib. Kamran bəy, o İngilis dilli kanalda az deyirsən. Yəni orada o kanal tərəfindən. Mən təkcə o məsəl filmdən danışmıram. Hə, bildim. Mən o qədər tənqid eləmirəm. Yəni sizin dediyiniz orada faktorlar var. Məlum olur 20 qəpikdə belə deyək, pul xərcləməyib, iyanələrlə onun bunun pulunu yalandan orada xərcləyib. O maraqsız deyil, onun pulu oldu, başqasının pulu oldu. Axı erməninin puludur. Mən özü də bəlkə xərcləyib. Yəni yox. Önəmli bir şey deyil. Yox, yəni bu adamın saxtakar olmasına əsas olur dünya miqyasında. Onu kimə sübut edirik ki, ora öz pulunu xərcləyən başqasının orada Ukraynalı jurnalistlər danışır, İngilis jurnalistlər var, araşdırmaz. Yəni bu bizim üçün önəmlidir. Yəni biz bunu Avropa Şurasına, Avropa İttifaqına ki, sən elə axşama kimi düşmüsən bizim üstümüzə, nə bilim soyqırım, dırnaqarası disk qovmuşuq. Alav qardaş, bax da heç kim eləmir. Mən də onu deyirəm ki, əgər biz Avropa Şurasının yaxasından tut desək ki, buradan Rusiyanın əleyhinə danışırsan, buradan Rusiyanı işğalçı sayırsan və Ukraynanın da arxasında dayanmısan da, bütün Avropa dayanıb bunun arxasında da, bu Vartanyan Rusiyanın emisarıdır. Biz Rusiyanın əlindən almışıq Qarabağı. Orada pul xərcləyib, sonra özünkün xərcləyib, başqasının. Bunun Avropa nə dəxli var ki? Bu nə söhbətdir ki? Onu bax bunu əsas leitmotiv. O kanal bizim kanaldır. Bilirəm, mən o filmi danışmıram. Mən ümumiyyətlə bax kimisi iki qardaş danışır. Siz dediyiniz filmi qoydum kənara. Heç onu tənqid eləmirəm, çünki görməmişəm, görmədiyim şeydən danışa bilmərəm. Sadəcə biz leitmotiv onu götürürsək ki, əgər siz Rusiyanın əleyhinəsizsə, biz 90-lardan 89-dan onun əleyhinə vuruşuruq burada. Birinci Rus ordusunu biz çıxartmışıq buradan. Erməni hələ də oradadır, düzdür. Gürcü də indi də görürsünüz də Rusiyanın necədir də. Biz çıxartmışıq, qanımızın bahasını çıxartmışıq buradan. Birinci biz çıxartmışıq. Biz 20 yanvarda 140 adam ölübsə, düzdür. Bütün Tiflisdə olanları siz görürsünüz. 9 apreli görürsünüz. Orada 9 nəfər adam ölübdür. Mən deyirəm, hamısı Allah böyük vətən uğrunda şəhidlər qoydu, sözümü axıra kimi deyirəm. Və yaxud da Litvada olanı görürsünüz. Çünki biz 20 yanvarda biz birinci eləmişik bunu. Biz Rusiyanın əleyhinə burada azadlıq bağırmışıq. Azadlıq bayrağımızı qaldırmışıq. Balaca Naxçıvanda qalxıb. Naxçıvan hələ Azərbaycanın bir hissəsi idi. Hələ biz burada qaldırmamışdıq. Orada Naxçıvanda artıq o üç rəng bayraq qalxmışdı. Kimin əleyhinə qalxmışdı? Rusiyanın əleyhinə qalxmışdı da. Biz burada həmişə bir müstəqil siyasət yeritmişik və bu gün də əgər Qarabağı deyirsinizsə, biz Qarabağı ermənilərin əlindən almamışıq, Rusların əlindən almışıq. Çünki onlar orada yeritmişdilər. Yəni bu leitmotiv olursa, mən indi ola bilər diplomatlar bəzən bunu deyə bilməsinlər. Sənət adamlarında. Yox, sənət adamları dünən Sovet yönlü idilərsə, bu gün hökumətdə xətt dəyişildisə neytral olmalıdır, keçib olurlar neytral. Sonra sabahlarım xətt dəyişdik, biz türkçü olacağıq və turançı olacaq. Onlar başlayırlar, hamısı türkçü, turançı olmağa. Onlar adam deyirlər. Onlar necə çıxmaz. Onlar necə edə bilməyəcəklər. O insanların, o dediyiniz mövqe dəyişən adamları, onsuz da nə mənim şəxsən nə hörmətim yoxdur, nə də onları cəmiyyət də olsa qəbul eləmir ki, dünən bu idim, bu gün bu idi. Biri deyir, sizin deyək də həmkarınız, Rus məktəbləri bağlansın, imkan verməyəcəm, nə bilim, nə. Sonra düzü deyir, əleyhinəyəm bu filan. Bu nədir, başa düşmək olmur. Ümumiyyətlə, çox gözəl deyirsiniz. Ya biz inandıra bilmirik, ya bizi inanmırlar. Amma məncə də inandıra da bilirik. Bu 50-50-yədir. Amma mən sizə bir söz deyirəm. Praqa hadisələri var, Budapest var. Avropa İttifaqı ilə, ümumiyyətlə Avropa dövlətləri ilə, istəyir SSR-nin, indi sizə bir fakt deyəcəm, istəyir indiki Rusiya Federasiyasının həmişə praqmatik siyasət aparıb.
iqtisadi maraqları üstün tutublar. Bu gün də o elədir. İndi biz niyə bu gün lazımıq? Enerji məsələsində biz önəmli bir faktor olmuş. Və yaxud da niyə SSR-i, nə Rusiya Federasiyası anti-Avropa da olmayıb, anti-Amerikan da olmayıb. O da yalan, indi də yalandır. Pragmatik, bu kimlərsə indi düşüblər SSR və yaxud da Rusiya Federasiyası anti-Amerikan olub, yalandır. Bax, bariz nümunə. Türkiyədə 12 Eylül, sentyabrda hərbi çeviriş olub, 1980-ci il. SSR bir bəyanatı olub ki, biz indiki iqtidarı tanıyırıq, əməkdaşlığa hazırıq. Və nə oldu? Həmin o çevirişin arxasına Amerika qoyur. Yəni, bu hamısı boş bir, yəni, biz dəfə də sən danışırıq. İqtisadi maraqlar çox təsvir olsun ki, dəyərləri üstün tutur. Bu gün də Avropa İttifaqı elədir. Görürsünüz, Avropa İttifaqı Slovakiya var. Orban axır getdi, məğlub oldu. Hamı deyir, mən özümü, öz marağımı... Gedən kimi də Ukraynaya pul da verildi, 70 milyard da ayrıldı və ondan sonra Macaristan... Orbanın da amma seçilməyinin anti-Avropa İttifaqına qarşı olmağından da əlavə, içəridəki daxili probleminin iqtisadi. Slovakiya var. Yəni bir tramplini də Orban Macaristanın içində Rusiyanın, Putin adamı olaraq, düzdür Rusiyanın adamı olaraq, həm Macaristanın inkişafına, həm də Avropanın inkişafına bir tramplinidir. Yəni, İndi həmən Orbanlar, mən də onu deyirəm ki, bizim içimizdə o Orbanlar gizləniblər və onlar müəyyən yönetimdədirlər. Onlar gizləniblər və onlar da bizim inkişafımıza bütün sferalarda, içəridə qara ləkə və xərçənglər. Biz onları aşkarlayıb bir... Ziyalı, işıqlı insanlara yaşından, savadından fərqi olmayaraq dəstək olmalı. Bu Azərbaycanın gələcəyi üçün millət və həmin adamlarda ki var, oturublar. Nə bilim, bu olsun, o olsun. Söhbət o Rusiyaya qarşı olmaqdan getmir. Yəni həqiqətləri söyləmədən gedir. Həqiqətləri danışmaqdan gedir. Bax, bir dəfə də sizlə demişik Kamran bəy, indi bu fasilədən sonra çox maraqlı oldu. Bu Rus-Ukrayna müharibəsi. İran, İsrail, Həmas, indi də İsrail, ABŞ, belə deyək, İran müharibəsi. Bu ölkədə gördünüz nələri çıxır. Orada da maraqlı bir şey var. Bax, dünənə kimi mən neçə ayda danışmıram da, İsrail tərəfində olan, İran əleyhdarı olan insanlar indi İsrail söhbət. Belə qəribə adamlar mövqeyi dəyişir, bilmirsən. Bu adam dünənə kimi Turan qururdu. Mən gözümü açandan, şükür ki, sizə tanımışıq. Hamı da deyir, bunu sizi tanıyanlar. Siz bir mövqeydə olmuşsunuz. Səhv, düz, utopiya qəbul olması, yəni Turan ideologiya. Biz Turancıyıq, Türkçüyüz və bizim ülkümüz oldu, indi artıq həqiqətimiz oldu. Keçmişiniz də göz önündədir, indi dədir. Sizin fikirlərinizi dəstəkləyənlər də çoxdur, əleyhdarları da çoxdur, mənim də var, tələbə də... Əleyhinə olan Türkçülüyün, Turancılığın əleyhinə olanlar da, o İranın... Tələbə də auditoriyada deyir, Rusiyanın tərəfindəkilər. Kimsə də deyir, bu bir elmi diskursu, bu olmalı. Amma bunu kim təhqir edirsə, qırmızı həddi keçirsə özünə qayıtsın. Onda sual verim sizə. Bax, indi İran bu dəqiqə ərəb ölkələrini vurur, düzdür? Bəli. İsrail niyə vurmur? Kamran necə olur? Müsəlman dövlətlərini vurur hamısını, bax bir-bir. Hamısını, ya hamısını nə qədər. Hətta Suriyada füzə atır. İndi vurmur, bəli. Söhbət indidən gedir, müharibə gedir də indi. Demirik ki, Amerika, İsrail, İran müharibəsidir. İlk başlardan vurur da. Onda İsrail onu vururdu deyə vururdu da, düzdür? İndi İsrail onu vurmur. İran'ı vurmur, İran da İsrail'i vurmur. İsrail tamamilə oyundan ABŞ-la İran müharibəsi. Böyük şeytan idi, o balaca şeytan idi. Bəs nə oldu, onun ləğv edici idi, bəs o lənətli idi, nə oldu, niyə İsrail'i vurmur? Bundan Ruhullah Xamneyin iqtidara gələndə İsraillə əməkdaşlığı, məktub yazması, Richard Nixona, ona yazmağı, buna yazmağı. Yəni, indi yenə gələcəyik. Mən İsrail'i vurmaq istəmirəm, ha. Yox. O insanlar orada rahat yaşamaq istəyirəm. Amma fakt ondan ibarətdir ki, onlar bezibləri, bilirsiniz də, yer altında gelib izlənməkdən filan, insanlar beziblər, balaca ölkədirlər. Amma indi bu hal-hazırda sən füzə atırsan, ancaq müsəlman dövlətlərini atırsan. Dubaya atırsan. Dubaya atırsan, Saudi Ərəbistanı niyə atmır indi? Bilirsiniz də, Pakistan ona nota verdi ki, ona atsan, mənə 60 kimi olursan. Çünki Saudi Ərəbistandan Pakistan, onlar Pakistan xalqını, Pakistan dövlətini qəbul etməyən İran indi Pakistan vasitəsilə Bəli. Və İsrailə bir dənə də olsun füzə yox, balaca bir güllə də atmamısan. Deməli, sənin dərdin o müsəlmanlar dərdidir və üstəlik də dərdin Azərbaycan dərdidir. Türkiyədə atırdın, Cavad Xarici İşlər Naziri Duran deyib ki,
Pəhləviyə qarşı, yəni Şahın oğluna qarşı və o cümlədən Türkiyə ilə bizim aramızı vurmaq istəyən planları, oyunları da pozdu. Azərbaycanın da 2 dəqiqədən bir hadisə. İndi deyirsən 2000 Amerika Birləşmiş Ştatlarının yaxın şərqdə nə qədər hərbi bazası var, çıxmalıdır. Bu olmalıdır, amma o diplomatik masada oturanda bunlar yox idi. Yox. İraq hakimiyyəti özü könüllü Amerika ilə danışıqlar vasitəsilə çıxardır. Könüllü, amma şirkətlər də digərləri qalacaq. Bu belə də olacaq. Yəni atmır. Ümumiyyətlə bu müharibə də elə hər iki tərəf üçün də, əsas da İran üçün də ən böyük bu işin də uzanmasını Vladimir Putinə sərf edir. Neft və s. Məsələn, Çin... Məncə Amerika sərf edir. Yox, o Amerikaya, o sizin təhlilinizlə baxmışam. Amma da indi enerji məsələsi var da, Kamran bəy. Nə var da, o Amerika satır da. Hə, Amerika satır. Mən sizin o təhlilinizə baxmışam. Yox, mən faktı deyirəm ancaq, təhlil etmirəm. Yox, mən ondan xəbərim var, baxmışam. Mən baxmayaraq yox edim, amma izləyirdim sizi. İndi bilirsiniz, bu cəbhə müharibə genişlənir. Bax, düzdür, bu müharibə vaxtı deyirdi ki, Vladimir Putin. Biz sizə enerji verməyə hazırıq. Bu müharibə gedir. Görürsünüz, Hörmüz, Boğazı falan bəhməkən, amma heç kim deyir ki, yox, sənin enerjin bizə lazım deyil. Yox, bax, indi İran bombalanır, düzdür, Putin səsi çıxırmı? Çıxmayacaq da. Bir kəlmə də danışmır. Birisi, Cavad Şərif tərif verir. Mən çox təəssüf keçirəm. Türkiyənin adını çəkib, Rusiya, nə bilim, Çin. Amma Azərbaycan sizə humanitar yardım da eləyir. Dəstək də olub. Biz öz xalqımızın yönləmişik. Səni, əlbəttə, biz o hüquqlar beynəlxalq. Amma yoxdur, sən onun Azərbaycan adını çəkmirsən. İndi Rusiya Federasiyası da sənə indi deyirsən, düzdür, Trump da deyir, sən kəşfiyyat məlumatları ötürürsən. Çinin də kəşfiyyat məlumatları ötürmür. Bunun üçün nə gəlib orada vuruşmaq da fikri yoxdur İranıya. Müəyyən humanitar dəstək. Çin ümumiyyətlə müharibələrdən hamısından həmişə. Hə, humanitar dəstək olur. İndi İran Pezeşkiyan deyib, zaman-zaman bəyanatlar verib, nə bilim, indi güya sizə silah verilib, nə verilib Rusiya tərəfindən mən bilinmir. Ola bilər, olmaya da bilər, bunlar iddialardır, Çinin də deyir dəstəyi var. Amma heç kim sizə gəlib Amerika Birləşmiş Ştatlarının yanında İranla birlikdə vuruşmayacaq və fikri də yoxdur. O cümlədən də Çinin. Heç Amerika İraq da bildirən yoxdur. Yox. Yəni, ha vaxt istəsə vuracaq, ha vaxt istəsə də dayanacaq. Hamı bəyanat verir. Hə, İran burada indi öz oyunlarını oynayır. Hiləgər fars diplomatiyası, bu nə qədər də biz qəbul etsək, etməsək də bu oyun. Hörmüz oyununu oynayır. Bu müharibənin uzanması Teymur bəy, gəlin onu daxildə İranın... Bax, Hörmüz boğazıdır. Bax, gəlin onu müzakirə edək. Biz gördüyümüzü danışaq da, düzdür. Bax, Hörmüz boğazını İran bağladı. Doğru mu? Bağladı. Nəticəsində nə baş verdi? O neftin qiymətini Amerikanın qazanmağını eşitmiş təhlilini onu qoyuram bir tərəfə. Nəticəsində baş verdi ki, Saudiya Ərəbistanı öz neftini sata bilmədi. Yəni İran Hörmüz boğazını keçə bilmədi. Düzdür? Düzdür. Demək ki, Saudiya Ərəbistanı oradan keçə bilmirsə, öz neftini sata bilmirsə, bu başlayır boğulmağa. Müsəlman dövlətidir də, düzdür. İsrailin da adəti yoxdurmu? Yox. Amerikada adəti yoxdur, düzdür. Bu Hörmüz boğazı bağlananda nə İsrailə, nə də Amerikaya heç bir adəti yoxdur bunun. Fakt. Əgər Saudiya Ərəbistanı boğulursa, neftini sata bilmirsə, çünki onun kəmərləri yoxdur da Suriyanın üzərindən gətirsin Avropa neft sahasında. Onun kəmərləri var, Qırmızı dənizə çıxmağa. Neft kəmərləri var. Deməli, o Qırmızı dənizdə tankerlərlə neft satmalıdır, amma Bab el-Mandeb boğazından gəlib. 100%. Düzdür? Bəli. Orada da Husilər oturublar. Bəli. Onlar da İrana. İran o saat deyir ki, oranı da bağlayın. Deməli, bu oyun Saudiya Ərəbistanının əleyhinədir. İsrailin Amerikanın əleyhinə deyil. Dalı var. Saudiya Ərəbistanı boğulandan sonra başlayır Yemeni bombalamağa. Yemen müsəlman dövlətidirmi? Müsəlman dövlətidir. Saudiya Ərəbistanı müsəlman dövlətinin təməlidirmi? Təməlidir. Saudiya Ərəbistanı Yemenlə vuruşanda... Ərəblərin təməlidir Yemen. Yemen də ki, ümumiyyətlə də müsəlman dövlətidir, düzdür. Demək ki, və özü orada Husilər ancaq cənubdadırlar. Bu yanda bombaladığı yerdə Husilər bəlkə də bəzən yoxdur. Heç bilmir kim orada bombalayır. Ərəb əmirliyi deməli ki, bu Hörmüz boğazının bağlanmağı İslam, müsəlman dövlətlərinin bir-birinə savaşına gətirib çıxardır. İran onu eləyib ancaq, başqa bir şey eləmir. Və Çinin vasitəsilə ilə İranla Səudiyyə Ərəbistan barışmışdı. Olmuşdu, güya barışmışdılar da. İndi də müəyyən sərinlik var, amma Çin müəyyən bir diplomatik aparır və tez-tez Xarici İşlər Nazirliyi vasitəsilə də danışır və burada bu önəmli deyək də, önəmli və müttəfiq olan Çin də zərər görür neft barəsində.
Yəni ancaq müsəlman ölkələrini 60 milyarda keçib Birləşmiş Ərəb Əmirlikləri. Bəli. Amma öz pulunuzu, qara pullarınız da oradadır İran. Onlar da bunların İranın pullarını orada dondurublar. Deməli, ancaq müsəlman dövlətləri bu Hörmüz boğazının bağlaması nəticəsində burada müharibə daha da qızışacaq. İndi Türkiyə Respublikasının da köməyi ilə, dəstəyi ilə, əsas da burada qardaş Pakistan Respublikasının da böyük bir gücü var. Necə ki, Çinlə ABŞ-ın arasında da barışığı Pakistan idi. Henry Kissingerin Çin əsərini oxumaq, kitabını oxumaq məsləhət edilir. İndi bu olmuşdur, bu üçüncü tərəf əsas da Pakistanın köməyi ilə, dəstəyi ilə bu müəyyən müzakirə olmuşdur, müqavilə imzalanmışdır. Hansı aləm dəydi bir-birinə genə aiddir. Və o Qalibaf adlı bir adam var ki, İranda. Parlament sədridir bir adam deyir. Sərt bir, yəni sərt bir adamdır, Pezişkən əleyhdarıdır. Bu qurtardı, indi bu dini rəhbərin cənazəsini çıxartdılar, gəzdirdilər bütün ölkənin önəmli Gördüm mən. Oradakı orkestr çox gülməli idi. Ki, o da nəyə mesajdır? Daxildə vəziyyət pisdir, gücləndirir. İndi görsənən budur ki, İran bu müharibənin artıq belə deyək, bitməsi yox, öz daxili publika üçün oynayır. Trump da burada bu tərəfdən olsa bu biz sizlə bir dəfə də bunu müzakirə etmişdik. İran artıq belə görsənir ki, nüvə silahından imtina edib. Və fikir də yoxdur bu vəziyyətdə, o şərtləri qəbul edibsə. İndi ola bilər, bunu zaman göstərəcək. Amma diplomatik hiləli oyunlarını çox gözəl götürür, aparır. Yəni, siz İsrail Həmas'a qarşı da elə bir dənə patron silah vermir, müəyyən bir dəstək olurdu. Sağ ol, çıx gedir. Həmas'ı da ortada tək qoymuşdu İsraillə. Yəni indi atır, yəni amma mən məsəl üçün vitse-prezidentin almışım bir maraqlı sözü oldu ki, bizim xarici siyasətimiz başqa bir ölkədə yox, Vaşinqtonda həll olmalı. Bu İsrailə də bir mesaj verir ki, yəni əl çək biz bu işdən. Yəni Trump bilirsiniz qəribə adamdır. Məni bu işə Netanyahu gətirdi, saldı, belə bir fikirlər bildirilir. Yəni indi də. Yəni İranın bu Hörmüz boğazı oyunu, o Hörmüz indi də deyib ki, kim oradan Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq eləyirsə, onun gəmilərinə qarşı orada təhdid olacaq. Onun gəmiləri orada təhlükəli vurula bilər. Ay qardaş, Türkiyə Respublikası sənin bu dar günündə tək qoymayıb. Hər cür dəstək verir. İslamçısı, solcusu, türkçüsü belə. Amerika Birləşmiş Ştatları ilə ticarət əlaqələri var. İndi sən bunu burada nə edirsən? Yəni gün bir mənasız bəyanatlar verir. Yaxın gələnməz Türkiyə. Yəni mənasız bəyanatlar verir. Nə dediyindən. Amma mənə elə gəlir ki, Amerika ilə Birləşmiş Ştatları ilə İran arasında həmişə gizlin danışıqlar olub. Həmişə bu sözü məsuliyyətlə də deyirəm. Məkik diplomatiyası deyilir. Üçüncü bir adamlar vasitəsilə, dövlətlər vasitəsilə. Bu gün də davam edir. Olsa ilk günlərdə də xüsusi xidmət orqanları arasında danışıqlar gedib. İndi də belədir. İndi yəqin bir kompromis tapılıb. Burada da yenə deyirəm, bir də altını çizirəm. Bu müharibənin davam etməsi, bu münaqişənin davam etməsi. Sizcə davam eləyəcək bu müharibə? İndiki İranın daxilini üçün oyundur, publik oyundur. Ki, daxildə vəziyyət elə də yaxşı deyil. Olduqca pis deyil. Və biz sizlə də aylar öncə deyirdik ki, birinci o İsrail-Həmas müharibəsi və İranın daxilində hakimiyyət davası gedir. Ali dinli rəhbər öldürüldü, oğlu gəldi, oğlunun əleyhdarları da var idi. Oğlu da yoxdur ortalıqda. Bəzən kardon düzəldib çıxardılar. Hə, kardon düzəldib çıxardılar. Məşhəd və s. gəzdilər. Atasının yasında oğlun əleyhdarlarından biri də üzdə hədisədə Məsud Pezeşkiyandır. Yəni budur. Amma Amerika Birləşmiş Ştatları da İranın daxilində çevriliş, ajotaj bunda uğursuz olunur. Ümumiyyətlə alınmır. Bu müharibə də İranın daxilində bir vahid yumruq halında birləşdirib.
İndi bundan sonra Necə birləşdirib ki, Vahid Qalibovla Pezişkan üz-üzə deyil yox, sonra. xalq tərəfindən. O işğala kim qarşı. bilməz orada birləşdirib. Qalibov əlbəttə də Sepahın generalı olub. Mən inanmıram Beluclarla orada. Sepahın generalı olub, Sepaha işləyib, Sepahın dəstəkçisi olub. İranın bilirsiniz Kamran bəy, bu Sepah bəlasından belə deyək, xilas olmadığı müddətdə İranın demokratləşməsi, İranın nə bilim dünyəvi dövlət olması və s. bir çətin görsənir. Mən bəzi ekspertlər də deyirlər, onu çox deyirlər. Təbii ki, Teymur bəy siz zəkanızda bizim heç bir şübhəniz filanınız yoxdur. Amma bir çox ekspertlər bu sözü də deyirlər ki, bu müharibə İranda xalqı birləşdirdi. Bu qətiyyən belə deyil. Bilirsiniz necədir? Yəni müvəqqəti olsa da birləşdirilər. Belə deyil. Buyurun. Bilirsiniz necə? Bax, bu müharibədən əvvəl o xalq neçə dəfə etiraz edirlər o küçələrdə. Tək qaldı. 40 min adam öldürüblər küçədə. 40 min. Yadınızdadır meyitdə. Və o meyitləri götürmək üçün də kütləvi olaraq rüşvətlər alırdı Sepahın zabitləri. Yəni bir xalq neçə dəfə çıxıb ölməlidir? Bu bir. İkincisi də müharibə başını bombalayırlar. Xalq nə etməlidir ki? Xalq çıxıb orada deməli ki, Amerika düz eləyir. O xalq öz yerindədir. O xalq sadəcə orada parçalanmalar yerindədir və yadınızda saxlayın ki, yadınızdadır yəqin ki, siz o vaxtı biraz bizim yaşımız daha çoxdur deyənə. SSR dağılmamışdan əvvəl, bütün SSR respublikalarında referendum keçirildi. Bəli. Və xalq birləşdi, SSR-nin tərəfində səs verdi. Azərbaycan da irəlidə gedirdi orada. Düzdür, mən Mütəllibov. Bəli, Mütəllibov biz dayaq seçki dairəsi vardı konservatoriyada. Orada SSR-in əleyhinə səs verilmişdi. Yeganə dairə idi onda deyim sizə. Çünki başın üstündə Naxçıvanın dostu var, Qasım biz ikimiz yanmışdıq onun başının üstündə. Cəmaət gəldi səs verdi, əleyhinə səs verdi. Əslində cəmaət əleyhinə səs verdi. Məlumata görə təşəkkür. Və İrandan gələn də həmən o seçki dairəsi var ha. Eynən İranda indi o baş verir. Kənar İran deyir ki, gördünüz, xalq birləşdi. Xalq birləşib eləməyib orada. Beluclar elə Beluclardır. Kürdlər elə Kürdlər yerindədir. Bizimkilər elə yerindədirlər. Türklər də, farslar elə şovinistlər, onlar çoxları, onların əksəriyyəti düzdür. O Hüseynçilər elə Hüseynçidir, hər şey yerindədir. Orada bütün parçalanmalar yerindədir. Sadəcə o İranda gedən proseslər, o qaynama elə bir məqama gəlib çatıb ki, İranın özündə sabah nə baş verəcəyini bilmirlər və ətrafda olan ölkələrin hamısı ilə düşmən düşüb deyənə, Amerika çəkilən kimi burada başqa müharibə qızışacaq. Amerika öz müharibəsini çəkən kimi ərəb ölkələri ilə ola bilsin ki, hələ bizə tərəfədə və Türkiyə tərəfədə. Çünki ora müharibədən çıxanda ora dağılacaq. Necə Putin müharibəyə girib çıxa bilmirsə, siz dediyiniz məqam da indi İrandadır. O müharibədən aralanan kimi ümumi böyük şeytan Amerika düşmənliyi qırağa çəkilirsə, İranın içindəki bütün problemlər olsa başlayacaq qabarır. Onlar onunla biz əlavə edirik. Buyurun. Bu köhnə rəhmətə getdi də, yəni dünyasını dəyişdi, gəzdirdilər. İndi yeni də vəziyyəti yaxşıdır. İndi iddialar var, Moskvaya gedib, nə orada. Yoxdur ümumiyyətlə, yoxdur orada. Ayağa amputasiya olunması haqqında da. Adam atasının basırında yoxdur orada, necə? Hə də Yoxsa bir səsin verirdilər də, demirlər ki, çətin vəziyyətdir. Baxın Kamran bəy, bu adamı dini lider deyək də seçəndə önəmli insanlar əleyhinə də olur və yaxud da iştirak etməyib. Önəmli, özünə hörmət edən dini liderlər. Çünki biz nə deyirdik burada? Bizə atlar ağızlarına gələn yazı. Deyirdik ki, bu ölən lider oğlunu hakimiyyətə gətirmək istəyir. Deyirlər, siz Kamran Həsənli mən nağıl danışırsınız, ağzımıza gələnlər, gedin filan kəsləri baxın, filan kəs. Boş-boş da insana tənqid edin, nə olar tənqid edin, təhqir etməyin. Nəticə gəldi, çıxartdı. Argument olmayandan sonra bacarmasın, nasıl təhqirə keçəcək? Fakt Teymur Qasımlı ilə Kamran Həsənlinin çəkilib, durulub. Deyirdik ki, İranın o təyyarə və bu, bilirsiniz də, Həsən Ruhanini də dəfnə çağırılmamışdı. Bir də hal təmin keçmiş prezident. Sonra keçmiş prezident İsrailin agenti çıxdı. Əhmədi Necad. Onu həbs edirlər. Valla videoları yayılır. Qəribə deyir, Amerika bizi söydür, təhqir eləyir. Amma biz cavab vermirik. Siz Sepahın o biri qanuni generalından Əhməd Necad barəsində deyirlər ki, İsrailin sən demə agenti imiş. O haqqında fikirlər çoxdur. Bu Qasım Süleymaninin yerinə gələn Quds komutanın da yoxdur. Yoxa çıxıb. Yəni yoxa çıxdığını deyilənə görə həbs olunur. Yəni içəridə proses gedir. Orada proses deyil. Yəni bu hamı ölür, bu adam sağdır. Kimin yanına gedir, 2 dəqiqə o adam ölür, bu sağ qalır. O adam həqiqətən də yoxdur. Qasım Süleymaninin yerinə təyin olunan komandandan danışır.
İndi hakimiyyət davası deyirsinizsə, yəqin bu adam da belə yoxdursa, yoxa çıxıbsa, dədəsiz demiş, ata ölüb, bu adam yoxdur. Hə, Qalibaf deyir, Cavad Şərif deyir, razımı olanda xalqın qalibiyyətimiz elan olunanda çıxacaq onu. Ay qardaş, qalibiyyətimiz elan olunanda deyəndə ki, Olunmasa nə olacaq? bir video çəkin göstərin. Amputasiya olub ayaqları deyir. Yəni bu fakt. Evet. Yeni liderin Ayağı lazımdır, üzün göstərir. maketin şəklini çıxardıb gəzdirməklə. Hə, hakimiyyət davası gedir. Bu hakimiyyət davasının başında da Qalibaf. Bir də amputasiya, orada da maraqlı şey var. Bunlar deyirlər ki, üzü tanınmaz hal. O gün bir ekspert dedi Yəni bizə. amputasiya bunlar demir də, xarici mənbələr digərləri deyir və üzü də deyilənə görə. Yoxdur və s. bununla bağlı. Kamran bəy, mən demirəm, amma xalq müvəqqəti də olsa, indiki iqtidarın, İranı idarə edən hakimiyyətin yanındadır. Amma burada Mən onunla diqqət yox, etmişdim. yox. Yəni bu müharibə bitəndən sonra yanında olacaq, olmayacaq. Bir şey demək istəyək, müharibəni qoyun bir tərəfə Teymur bəy. Əgər bir xalq etiraza çıxırsa, bax onu unutmaq lazım deyil. Çıxdıq və xalq tək qaldı. Orada 40 min adam ölürsə, 40 min. Tək, bəli. Yox, ondan sonra o xalqın etiraz var ha, o etiraz. O etiraz hissi sındırılıb zaten. Onda sizin sözünüzdən Heç kimin yanında deyil o. O güclə sən 40 min öldürmüşəm, sən mən yanındasın, o deməkdir o. O hələlik dayanıb o və s. Hə də bu etiraz dalğasının, bu küçələrə çıxmasının qarşısını alınması üçün də bu müharibə bir şansdır, bir bəhanədir. Və müharibə ondan sonra oldu. Yəni bir vaxt tarixdə belə bir şeylər olur da, xalq ayağa qalxır, o etirazçıları bastırırlar, Sırf da iqtisadi etiraz öldürürlər, bastırırlar, öldürürlər və o etiraz dayanırdı ondan sonra. Amma etiraz dayananda o demək deyil ki, bunu bastım, öldürdüm. Deməli onlar mənim ətrafımda hamısı birləşiblər, sıx birləşiblər. Çünki gün bir müharibə var. Belə bir şey yox, sadəcə öldürülüb, sındırılıb. Və orada da Trumpın o tökülən qanlarda əgər 50% İran molla rejiminin, mən niyə 50% deyirəm? 50% Trumpın günahı var. İnsanları çölə çıxır. Trump dedi ki, gəlirəm, sizə yardıma gəlirəm, gedin dövlət binalarını götürün. Biz heç nə yaddan çıxartmamışıq. Gedin dövlət binalarını götürün və onlar da doğrudan da yazıcısı üstünlük orada etirazçıların əlində idi. Amma dövlət binasına girəni, yəni güllələyəcəklər də. Dövlət binasına girən istənilən ölkədə etirazçı dövlət binasına girirsə, o güllələnəcək. Trumpın sözünə görə girir. Məscidləri yandırmaq, bu da bir haqq olanı gətirdi səhv çıxartdı. Yəni, bizim yenə sizin o proqnozumuz yerindədir. İranda hakimiyyət taxt davası gedəcək, davam edəcək. Əsasən Məsud Pezeşkiyanın bu səlahiyyət məsələsi var ki, hər tərəfini ələ-qolu bağlayıb. İndi Sepahın son silahı deyə, adamı deyə Qalibafdır. Bu adam müzakirələrdə də sərt mövqeyi tərəfdarıdır. Milli Təhlükəsizlik Şurasına təyin olunan insan, o da sərt tərəfdarıdır biri. Yəni burada bu hakimiyyət, mən sizin lap sözdə xalq oldu, olmadı. Xalq burada oyundan kənara vəziyyətdir. Birləşdi, birləşmədi də. Müharibəyə görə belə deyək, siz fikrinizə hörmət edin. Müvəqqəti də olsa deyək, birləşib xalq ki, Amerikanın əleyhinədir. İranda hakimiyyət taxt davası gedir. İndi görək bu amputasiya sizin deyimizlə üzü yox olmayan adamın yerinə kim seçiləcək, nə olacaq? Amma son sözümüzə deyək ki, bu müharibə, bu münaqişə, bu İran İslam Respublikasının üçün də bir lazımlı bir şeydir. Özünün daxili auditoriyası üçün, bu taxt oyunları üçün hələlik indiki müharibədə maraqlıdır. Amma Fars hiyləgər diplomatiyasından aparır, Amerika Birləşmiş Ştatları ilə də danışıqlara gedir. Teymur Qasımlı əziz dostlar, çoxdan da bizim qonağımız deyildi və bugün proqramı bilərəkdən bir debat üslubunda apardıq. Maraqlı olsun. Məncə maraqlı oldu. Məncə də maraqlıdır bu üslub. 6 ayda fasilədən sonra yenidən görüşmək üçün. Təşəkkür edirəm sizə. Çox şad oldum. Axırıncı olmasın. İnşallah yenə görüşəcəyik. Mütləq. Və təbrik edirəm sizi yeni ailə qurmaq münasibəti ilə də. Sizə uğurlar arzulayıram. Çox təşəkkür. Bizə nə deyirlər, oğullu qızlı olun. Minnətdaram. Mən təşəkkür edirəm və İranda olan proseslər